Bir nəfər də var idi. Bunu Rövşən Lənkəranski təyin eləmişdi. Türmədə nəinki İrkutsk zonasında böyük nüfuza malik bir Azərbaycanlı idi. Talış idi məncə onu danışan. Çünki danışında Ləsəsə Məhsəmci Talış idi. Çox deləvoy, pastayanlı, yəni oğrularla əlaqədə, Abşaq bunun üçün yaşılışıq idi da, yəni necə istəyirdi elə də yaşayırdı. Biz bundan yola getmirdik. Çünki o avtoritet yolunu getdiyinə görə mən dedim ki, mən atqaz durdum, gəldim bu yana İslamı tapandan sonra heç bir şey lazım deyil. Yalnız sıxıntıda insan özünü burada tapır, İslamda. Bu gəlmirdi. Bu türmədə ümumiyyətlə olan insanların 90%-i tuberkuloz xəstəliyinə tutulur, qaşınma, çıxotka xəstəliklərinə tutulur. Türmədə bunu sağaltmaq mümkün deyil də. Ya bu insanlar çıxanda 1 il, 2 il ölüb gedirlər. Bu tapora deyirdim ki, xəstəsən də, tuberkuloz xəstəyə tutubsan. Heç olmasa gəl İslama. Sənə bu avtoriteti yaxşı yol göstərməyəcəkdir, yəni cəhənnəmə düşəsən. Və Müddəssir surəsinin 40-cı ayəsini mən buna oxuyurdum, ona göstərirdim. Bu gəlmirdi. Nəhayət günlərin bir günündə bizim yanımızda başqa bir Azərbaycanlı var idi, o da namaz qılırdı. Qax rayonundan idi, adı Pərviz idi. Pərviz gəldi ki, taporun vəziyyəti pisdir, səni çağırır da, o sənin yanına gələ bilmir, yatır yorğan döşəkdə, ağırdır. Bir dənə nə olar dəyək da, deyir ki, səni arzuluyor ki, bir dənə ağsaqqalla görüşərdim. Dedim, əşəyib yox da, gedək görək nə deyir. Gəldik, mənə dedi ki, əgər mənim halım olsaydı, mən sağalsam, sənin arxanda durub namaz qılardım. Mən indi həyata başa düşdüm ki, ən gözəl yol, ən düzgün yol avtoritet yolu deyil, oğru yolu deyil. Ən düzgün yol Allaha və onun Peyğəmbərinin yoludur. Mən o yola gedərdim, amma sən dedi mənə dua elə ki, mən tez bir zamanda ayağa qalxım, gəlim sənin arxanda durum, namaz qılım da sən deyənə qəbul eləyim. Lakin bu baş tutmadı, 2 gündən sonra dünyasını dəyişdi həmin tapor.